Milli Şuranın üzvü həbsxanada aclıq aksiyasına başlamış Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə vəkillər müvəkkilləri Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş ediblər. Vəsadət təmin edilməyi və proses mayın 20-sinə təxirə salınıb. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 9 il və Elnur Məmmədov 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Xatırladaq ki, dövlət ittihamçısı Tofiq Yaqublunun 10 il, Elnur Məmmədovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2, yəni dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə 320-ci rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, 320.1-ci hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma və 320.2-ci bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə maddələri ilə ittiham edilir. İstintaqın gedişatında Elnur Məmmədov təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178, dələduzluq və 320-ci saxta sənəd hazırlama və ondan istifadə etmə maddələri ilə ittiham verilib. Elnur Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.